Herkese salam. Bugün sizler için qışağı hazırlamağa, asan üsulla yarpağı necə hazırlayırlar, onu izah edeceğim. Videoda da göreceksiniz. Yarpaqları götürüp saplaqlarını kəsirik, amma yumuruq, quru-quru istrecin üstünə qoyuruq, duz filan vurmuruq, bükəliyirik, qoyuruq istrecdə bükələdikdən sonra qoyuruq. Kim nə qədər istəyir, o qədər hazırlaya bilər. O sizin özünüzün istəyinizdən asılıdır. Hamısını bu şəkildə bükəliyib yığdıqdan sonra bir kloka qoyub buzdolabına qoyuruq. Orada qalır. Nə vaxtda istifadə etmək istəyəndə götürüb onu oradan açıb qaynar suyun içində bir az saxlayıb, oradan sonra qaynar sudan sonra çıxardıb yenə dolmanızı rahat şəkildə bükę bilərsiniz. Videoda göstərildiyi kimi büküb saxlayacaqsınız. Çox sadə üsuldur və asandır. Bəlkə bilənlər var, bilməyənlər var. Yəni video kimin qarşısına çıxsa paylaşıram ki, siz də faydalanın. Sağ olun.